Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Bugün 28 fevral 2026-cı il tarixli keçirilmiş Biologiya Olimpiyadasının yarımfinal turu izahına baxacağıq. Şagirdlər, bu kitabçamız aşağı yaş qrupunun kitabçasıdır, yəni 8-lərin və 9-ların kitabçasıdır. 10 və 11-ci siniflərin izahı da ən yaxın zaman ərzində, bu gün ərzində yüklənəcəkdir. Bundan əlavə olaraq videonun açıqlama hissəsində sualların cavablarını tapa bilərsiniz. Bundan başqa şagirdlər, imtahanın keçid balı ilə bağlı hələ ki dəqiq bir şey demək çətindir. Bilirsiniz ki, respublika üzrə ilk 60 nəfər növbəti tura keçəcəkdir, hər yaş qrupu üzrə. Buna görə də keçid balı şagirdlərin necə yazdığına əsasən təyin olunacaqdır. Düşünürəm ki, 50 baldan yuxarı aşağı yaş qrupu üçün keçid gözləmək olar. Amma yenə deyirəm, bu rəqəmlər dəyişəcək. Gəlin indi sualların izahına baxaq şagirdlər. Birinci sualda deyir ki, aşağıdakı sxem hüceyrə membranı xarici səthinin kiçik bir hissəsində X və Y zülallarının paylanmasını əks etdirir. Şagirdlər, burada qısaca məsələ nədir? İndi hamınız şərt oxuyubsunuz. Bu sualı biz sınaqda şagirdlərimizə işlətmişdik. Kanaldan girib həmin sınağa da baxa bilərsiniz. Yəni final sınağı izahı. Şagirdlər, burada məsələ nədir? X zulalı var membranda və Y zulalı var, düzdürmü? Və membran bilirsiniz ki, iki qat lipid təbəqəsindən təşkil olunubdur və membranın daxilində sitoskelet dediyimiz hüceyrə skeleti var. Nədir? Sitoskelet, yəni hüceyrə skeleti. Hüceyrə skeletinin şagirdlər funksiyaları müxtəlif ola bilər. Müəyyən orqanoidlərin daşınması, hüceyrəyə dayaq verilməsi və s. və axır funksiyaları çoxdur. Hüceyrə bölünməsində, hüceyrədə maye axınında funksiyaları. Burada şagirdlər, məsələ nədir? Buradakı aktin lifinin işi, buradakı Y zulalını bağlamaqdır. Şərtdə də bu qeyd olunub. Yəni ki, normal halda bilirsiniz, membranın içində lipidlər və zulallar var və bunlar daimi olaraq hərəkətdədir. Burada məsələn X ilə göstərilən zulal daimi olaraq hərəkətdədir. Çünki bir yerə bağlı deyil. Amma Y zulalımız aşağıdan aktin liflərinə, yəni skeletə bağlı olduğuna görə hərəkət edə bilərmi? Hərəkət edə bilməz. Aha, bunu başa düşdüksə, izahımıza davam edək. Deyir ki, Y zulalı hüceyrə membranın daxili səthinin hərəkətsiz aktin liflərinə birləşir. X zulalı da buna oxşar hissə yoxdur. Yəni X zulalı hərəkətlidir. X və Y zulalının hüceyrə membranı hərəkətliyini göstərmək üçün təcrübə aparılıb. Zulalılar müxtəlif rəngli fluoresent boya ilə boyanmışdır. X zulalı qırmızı, Y zulalı isə yaşıl rəngə boyanmışdır. Gəlin şagirdlər biz də boyayaq, daha yaxşı görəsiniz. X zulalarını qırmızı rəngə boyayıram. Və Y zulallarını da gəlin yaşıl rəngə boyayaq. Şöylədir, bizə şərtdə deyilir ki, bu fluoresent boya elə bir boyadır ki, zulal hərəkət edəndə görsənmir. Boyanan maddə yerini dəyişdikdə itir. Deməli şagirdlər, variantlara keçmədən öncə burada X zulalı hərəkət edəcək, yoxsa Y zulalı? Təbii ki, X zulalı hərəkət edəcək. Çünki bir yerə bağlı deyil, düzdürmü? Tərpənəcəkdir. Və nə dedik? Tərpənəndə rəng itir. O zaman qeyd edə bilərik ki, qırmızı rəng itəcək. Qırmızı rəng itəcək və yaşıl rəng qalacaq. Yaşıl rəng qalacaq. Çünki Y zulalları neynəmir? Hərəkət etmirlər. Çünki bağlıdırlar. Bağlı olduqları yerdə də biz onların rəngini görə bilirik. Yaşıl rəng qalacaq. Bunu başa düşdüksə, indi variantlara baxa bilərik şagirdlər. Uzun müddət sonra hüceyrəyə baxsaq, yalnız qırmızı rəngli sahələr görünəcək. Bu variantımız yanlış variantdır şagirdlər. Çünki uzun müddətdən sonra baxsaq, yaşıl rəng görünəcək. Çünki qırmızı rəngli zulallar öz yerini, istiqamətini dəyişirlər. A variantı yanlış variant. Daha sonra B variantı. Əgər boyanmadan qısa müddət sonra membranı müşahidə etsək, qırmızı rəngli sahələr tədricən yox, bir anda yox olacaq. Şahidir, bilirik ki, zulallar bir anda ışınlanaraq getmir. Düzdür, tədricən, yavaş-yavaş hərəkət edir. Buna görə də membranda bu zulalların hərəkəti nədir? Tədricəndir. Buna görə də rəng də tədricən getməlidir. B də burada yanlış variantdır. Doğru cavabımız şahidir. Birinci sualda C-dir. Əgər hüceyrənin aktin sitoskeleti sitoxalazin adlanan maddə vasitəsilə dağıdılarsa, uzun müddət keçdikdən sonra membranda rəng görməyəcək. Bəli. Niyə görməyəcək? Çünki şagirdlər deyir ki, bax burada gördüyünüz aktin lifini, bax burada gördüyünüz aktin lifini biz dağıdaq. Buranı dağıdanda nə olacaq? Zulal Y artıq sərbəst qaldı və hərəkət etməyə başlayacaq. Nə edəcək? Hərəkət edəcək. Və zulal Y hərəkət edəndə artıq əvvəl görsənən yaşıl rəngdə itəcək. Çünki dedik axı, yaşıl rəng hərəkət zamanı qırmızı rəngdə, yaşıl rəngdə zulal hərəkət edəndə itir. Buna görə burada cavabımız, düzgün cavab C bəndi olacaqdır. Digər variantda, məsələn, temperaturu aşağı salsaq deyir, rənglərin itməsi sürətlənəcək. Bu yanlışdır. Bilirsiniz ki, temperatur reaksiyanı sürətləndirir. Ona görə temperatur qalxanda reaksiya sürətlənərdi. Bu da yanlış variantdır şagirdlər. Doğru cavabımız olacaqdır C bəndi. Davam edək şagirdlər. Y-də də şagirdlər eyni qaydada temperaturu dəyişəndə itmə sürəti dəyişir. Bu da eyni qaydada yanlış var.
Bir də doğru cavabımız olacaqdı C bəndi. Keçi ikinci sualımız. Bitki hüceyrəsinin bölünməsinin sonunda, yəni sitokinez zamanı qovuqcuqların mərkəzə yığılması sayəsində bir lövhə yaranır ki, bu lövhə hüceyrə lövhəsi adlanır. Sonra bu qovuqcuqlar birləşir və iki yeni hüceyrə əmələ gəlir. Bəzən bu qovuqcuqların hamısı birləşmir və iki qız qonşu hüceyrənin sitoplazması bir-birindən tam ayrılmır. Qovuqcuqlar tam birləşmədikdə aralarında endoplazmatik şəbəkə sıxılmış boru şəklində ilişib qalır. Bunun nəticəsində xüsusi quruluş əmələ gəlir. Bu quruluş haqqında düzgün variantı seç. Şahidir, bunun mən sizə şəklini göstərsəm daha yaxşı olar. Gəlin bunun şəklinə baxaq. Deməli şagirdlər, buradakı şəkildə nə görürük? Burada bitkilərin hüceyrələri arasındakı bu keçid yerlərini görürsünüz. Bu keçid yerləri şagirdlər nə adlanır? Plazmodesmata. Plazmodesmata bitkilərin arasında belə membran tam bağlanmayanda qalan keçid yerləridir. Təbii ki, bu plazmodesmataların ətrafında membran var. Burada görürük, bax. Plazmodesmatalar bitkinin içindən bir-birləri ilə siqnal ötürməsi və əlaqə yaratması üçündür. Qida maddəsi ötürülə bilər, siqnal ötürülə bilər, aydındırmı? Və bu yola deyilir simplastik yol. Yəni hüceyrənin içindən gedən yola nə deyilir? Simplastik yol. Bir də hüceyrənin kənarından gedən apoplastik yol var. Amma plazmodesmata ancaq simplastik yolu dəstəkləyir. Ümid edirəm bu məsələni başa düşdük. İndi geri dönək sualımıza. Geri dönək sualımıza. Və suala qayıdanda şagirdlər burada nə görürük? Deyir, hüceyrələr arasında simplastik və apoplastik nəqli həyata keçirir. Yanlışdır. Ancaq simplastik keçirir. B-də deyir, bitki hüceyrələri arasında siqnal ötürülməsini təmin edərək koordinasiyanı təmin edir. Bəli, siqnal ötürə bilər, qida maddəsi ötürülə bilər və s. və ilaxır. Ona görə B variantı doğrudur. C-də deyir, bu quruluş sayəsində hər iki hüceyrənin sitoplazması arada heç bir membran maneəsi olmadan bir-birləri ilə birləşirlər. Şagirdlər, incə göstərdik, o plazmodesmatalar bu cür belə membranlı keçidlərdir. Yəni orada membran maneəsi var. Hüceyrə divarında liqninləşmə baş verərkən bu hissələr tamamilə bağlanır. Bu da yanlışdır. Şagirdlər, liqninləşmə qoca bitkilərdə olur və liqninləşmə plazmodesmataları bağlamır. Bu quruluşdan nəql baş verərsə, ancaq aktiv yolla ATF xəstələnərək baş verə bilər. Xeyr. Burada maddələr çox olsa, tutaq ki, burada 10 dənə maddə olsun, 4 dənə, burada 1 dənə maddə olsun. Burada passiv yolla buradan bura keçə bilər. Aktiv yolla bilirsiniz, enerji lazımdır, azdan çoxa. Passiv yolda isə çoxdan aza. Enerji sərf olunmadan da keçə bilər. Ona görə burada Y-də yanlışdır, cavabımız olacaq B bənd. Keçirik üçüncü suala. Aşağıdakı qrafikdə insanda qan şəkərinin qan plazmasındakı insulin və glikoqon hormonunun sutkalıq dəyişməsi verilir. Birinci qrafik glikoqondur şagirdlər, ikinci qrafik qandakı glukoza miqdarıdır. Üçüncü qrafik isə insulin miqdarıdır. Bilirik ki, şagirdlər, mədə-altı vəzinin bu iki hormonu, insulin və glikoqon hormonları qanda şəkəri tənzimləyir. İnsulin qanda şəkəri azaldır, düzdür, qanda şəkəri azaldır və qanda şəkər az olanda da glikoqon qanda şəkəri artırır. Biz yemək yeyəndə məsələn insulin sintez olunur, ac olanda isə glikoqon sintez olunur. İndi şagirdlər. Burada baxası olsaq qrafikləri verib bizə və s. və ilaxır. İlk növbədə burada doğru cavabı deyək. Doğru cavab olacaq C bəndi. Qanda glikoza miqdarı iki hormonun birgə təsiri nəticəsində tənzimlənir. Bəli, çox şəkər artanda insulin artır, şəkər azalanda glikoqon artır və bu cürə tənzimlənmə baş verir. Cavab C bəndi. Asan bir şəkildə. Digər variantları yazan şagirdlərimiz üçün baxsaq, digər variantlara. Ac qaldıqda insulin ifrazı tamamilə dayanır. Qida qəbulundan sonra yenidən ifraz olunmağa başlayır. Şöyle qrafikdə bunu siz belə görə bilərsiniz. Çünki qrafikdə qida məsələn gələndə görə bilərsiniz, insulin artdı, qida gəldi. Amma burada fikir verin, qida gəlməyəndə belə müəyyən miqdar insulin var idi. Bax burada məsələn qida gəlməyib, qidanın gəlməsindən öncə insulin var. Və ya burada da var məsələn, ən az olan yerdə. Yəni burada biz insulini görürük. Buna deyilir bazal insulin. Yəni insulin qanda olmasa şagirdlər, nə olsun ki, yemək yemisən? Qanda müəyyən miqdarda insulin olmalıdır, düzdürmü? Buna görə bu variant yanlışdır. Glikoqon miqdarındakı cüzi artış belə hər zaman qanda şəkərin miqdarını qaldırır. Yanlışdır. Məsələn, burada qrafikin bu hissəsinə baxın şagirdlər. Burada cüzi artışlar görə bilirik. Amma şəkər aşağı doğru gedir. Yəni bu variant da yanlışdır. Bu qrafik tip 1 diabet xəstəliyi olan insana aiddir. Xeyr şagirdlər. Tip 1 diabet xəstələrində bu tip insulin sintezi baş vermir. Tip 1 diabet xəstələrində insulin sintezi pozulur. Yerə deyir, axşam yeməyindən sonra şəkər miqdarı daha çox ona görə artmışdır ki, axşam yeməyindəki qidanın tərkibindəki karbohidrat miqdarı digər vaxtlarda qəbul olunan qida tərkibindəki karbohidrat miqdarından daha çoxdur. Bu variantda yanlışdır şagirdlər. Çünki axşam yeməyinin baxanda hardasa 8-ə baxırıq da 8-də yeyib axşam yeməyini. Görürük ki, daha azdır.
Başa düşdük. Üstəlik də ki, təkcə karbohidratdan yox, digər qida maddələri də qanda şəkəri artıra bilər. Ona görə bu variant da yanlışdır. Doğru cavab olacaq C bəndi. Keçdik dördüncü sualımıza. Aşağıda müxtəlif məməlilərin həzm sistemlərinin müqayisəli sxemi verilmişdir. Uyğunlaşdırın. Şəhidlər, məməlilərin həzm sistemlərini uyğunlaşdırmaq asandır. İlk növbədə mədəyə baxırıq. Əgər mədə 4 kamera aldırsa, bu hansı məməlidir? Gövşəyən məməli, bax. Görürsən 4 kameralı mədə. Gəl sənin üçün yazım kamera hissələrini. 1, 2, 3, burada, bu da 4. 4 dənə kamerası var. Bu olacaq gövşəyən məməli. Ot yeyən və gövşəyən. Deməli, 3-ə uyğun gəldi, ot yeyən, gövşəyən. 4 nədir şagirdlər? 4-ə də baxsaq, bunun bağırsağı belə uzanıbdır. Bilirsiniz də, otu həzm eləmək üçün ya gövşəyən mədiyə, ya da uzun bir bağırsağa ehtiyac var. Bağırsaq niyə uzundur? Çünki otun həzmi gec baş verir. Ona görə bu da ot yeyən gövşəməyəndir. Niyə gövşəməyəndir? Çünki mədəsi 1 kameralıdır. 4 oldu nə? Ot yeyən gövşəməyən. Deməli, ot yeyən gövşəyən 3, ot yeyən gövşəməyən 4. Bir də verilən hər şey yeyəndir şagirdlər. Yəni insan. Mədənin quruluşuna, bağırsağın quruluşuna baxsaq, burada görə bilirik insan olduğunu. 2-də verilən isə şagirdlər nədir? Ət yeyən yırtıcıdır. Bunu hardan bilirik? Mədənin nisbətən hər şey yeyənə baxanda böyük olmasından və bağırsağın quruluşundan. Bunu dərsimizdə demişik. Doğru cavab olacaq C. Keçək növbəti sualımıza. 5. Heyvanlarda daxili mayalanma ilə əlaqədar bir sıra uyğunlaşmalar yaranmışdır. Bu uyğunlaşmalardan hansı həm daxili, həm də xarici mayalanmanın xüsusiyyətidir? Cavabınızı ümumi bioloji anlayışlar əsasında verin, istisna orqanizmləri nəzərə almayın. Şəhidlər, daxili mayalanma və xarici mayalanmanın nə olduğunu yadımıza salsaq, daxili mayalanma əsasən məməlilərdə və bəzi digər canlılarda, əsasən məməlilərdə deyirik, baş verir və cinsi orqan daxili mayalanmada olmalıdır və çox sayda qametin əmələ gəlməsinə ehtiyac yoxdur. Adətən bədən daxili, bətin daxili daha doğrusu inkişaf gedir. Xarici mayalanmada isə qametlər suya tökülür və su vasitəsilə baş verir. Erkək fərddə spermanın dişi bədəninə ötürülməsini təmin edən cütləşmə orqanı. Bu aiddir daxili mayalanmaya şagirdlər. Xarici mayalanmada cütləşmə orqanına ehtiyac yoxdur. Çünki suya tökür hər ikisi qametlərini, erkək fərddə, dişi fərddə, orada mayalanır. Burada cinsi orqana ehtiyac yoxdur. Rüşeynin su itkisinin qarşısını alan xüsusi örtük katları. Bu da daxili mayalanmaya aiddir şagirdlər. Çünki xarici mayalanmada zaten suyun içində gedir. Burada niyə su itkisi olsun? Daxili mayalanmada su itkisi ola bilər və onun üçün nə ola bilər? Rüşeynin su itkisinin qarşısının alınması üçün örtük qat əmələ gətirməsi. Məsələn, yumurtalar kimi. Yumurta hüceyrəyə çatmaq üçün erkək qametlərin qamçıya malik olması bu şagirdlər hər ikisinə aid ola bilər. Daxili və xarici mayalanmaya aid ola bilər. Çünki ikisində də erkək qamet hərəkətlidir, yəni qamçılıdır. C bəndi doğrudur. Mayalanmadan sonra rüşeyimin sağ qalma ehtimalını artırmaq üçün bətin daxili inkişaf bu yalnız daxiliyə aiddir, xariciyə aid deyil. Xaricidə bətin daxili ola bilməz inkişaf. Həddindən artıq dişi və erkək qametlərin əmələ gətirilməsi bu da şagirdlər xariciyə aid bir xüsusiyyətdir. Daxili mayalanmada məsəl üçün adi insanı götürsək, dişi fərdlər ayda bir dəfə qamet əmələ gətirir. Yəni çoxlu sayda qamet əmələ gətirmir. Burada cavabımız olacaq C. Keçdik şagirdlər, gəldik 6-cı suala. Bəzi enzimlərin tam funksional ola bilməsi üçün müəyyən müsbət yüklü iyonların mövcudluğu tələb olunur. Yeni kəşf edilmiş bir enzimin müsbət iyonların mövcudluğuna ehtiyac duyub duymadığını müəyyən etmək üçün araşdırma eləyiblər və iyonlara uyğun enzimin aktivliyinə baxıblar. Şagirdlər, bu iyonlar nədir? Enzimin kofaktorları. Bilirsiniz ki, şagirdlər, enzim və yaxud da ki, ferment bədənimizdəki reaksiyaları sürətləndirən zülallardır. Düzdür, RNT formasında da olur, amma zülaldır. 99%. Və bu fermentin işini görməsi üçün bu hissədə bura bağlanan müəyyən bir maddə olmalıdır. Bu maddəyə deyilir kofaktor. Kofaktorların çoxusu vitamindir. Vitaminlər niyə bədənə lazımdır? Çünki enzimlərin kofaktorlarıdır. Amma bəzən müxtəlif iyonlarda fermentin kofaktoru ola bilər. Məsələn, bu nümunədə manqan bizim fermentin kofaktorudur. Çünki görürsünüz, manqan fermentin aktivliyini artırır. Kofaktor olmadan da ferment işləyə bilər, amma kofaktor olanda gördüyünüz kimi daha çox işləyir. Deyir ki, bizə yanlış ifadəni seç. Yüksək ehtimalla manqan bu enzimin kofaktorudur. Bəli, yüksək ehtimalla kofaktorudur. Görürük, çünki aktivliyini artırır. Manqan enzimin fəaliyyətinə müsbət təsir etdiyi halda digər müsbət yüklü iyonlar enzim aktivliyini azaldır. Xeyr, iyon olmayanda aktivlik görürsünüz burada 1-dir. Maqnezium olanda, kalsium olanda, nikel olanda isə
yuxarıdadır aktivlik gördüyünüz kimi. Deməli, burada, bu arada burada 2-dən 2 yazıblar, yanlış ediblər. Burada 2-dən 2 olmaz, bu yəqin ki 1-dir. İyon aktivliyi nə etməlidir? Manqan qədər olmasa da, nikel də, kalsium da artıra bilir. Deməli, manqan qədər aktiv olmasa da onlar da aktivliyi artırır. İyon olmamasından yaxşıdır. 2 burada yanlış. Mühitdə müsbət yüklü iyon olmazsa enzim ümumiyyətlə fəaliyyət göstərməz. Xeyr, iyon olmayanı görürük. Müəyyən, çox az bir fəaliyyəti var. Az miqdarda. Bu da yanlışdır. Nikel, kalsiyum, magnezyum enzimin inhibitoridir. İnhibitor deməkdir ki, enzimin işini yavaşıdır. Amma yenə deyirəm, bax, iyon olmayan hala baxanda nikel, kalsiyum, magnezyum olmağı daha yaxşıdır. Təbii ki, manqan ən yaxşısıdır. Amma nikel, kalsiyum, magnezyum da aktivliyi artırır. Yəni inhibitor deyil, inhibə eləmir. Ona görə 2, 3, 4 burada yanlış cavablar olacaqdır. Y bəndi. Cavabımız Y bəndi. Yanlış istəyir, Y bəndi. Cavab. Növbəti sualımız 7-ci sual. Aşağıdakı şəkildə bitki kökünün enine kəsiyinin sxemi verilmişdir və bəzi hissələr rəqəmlərlə göstərilmişdir. Bu şəkildə hissələr haqqında verilmiş mülahizələrdən hansı yanlışdır? Şəhidlər, ilk növbədə burada ən önəmli olan məsələ C-dir. C nədir? Ksilema. Bu şagirdlər dərsimizdə demişik, həm burada x şəklində yadda saxlayırsınız, ksilemanı x ilə x şəklində yerləşir. Həm də ki, ksilema bilirik ki, oduncaq qatında, yəni daxildə olur. Düzdür, burada bizə kökün kəsiyi verilibdir, amma kökdə də ksilema daxildə yerləşir. Ksilemada daha sonra suyu yuxarı daşıyır. Yerdə verilən şagirdlər meristematik hüceyrələrdir, yəni kambidir. Kambi müxtəlif toxumalara başlanğıc verir. Daha sonra D-də şagirdlər verilən hissə perisikıldır. Buradan yan kök əmələ gəlir. A-da verilən qabıq qatıdır. B-də verilənsə daxili qatdır. Endodermis qədər olan qatdır. Şagirdlər, bu sualın cavabı çox bəsitdir. Burada cavab B variantıdır. Yanlış istəyir bizdən. Niyə? Deyir ki, su A zonasından C zonasına daşınarkən heç vaxt plazmatik membrandan keçmir. Bu yanlış variantdır şagirdlər. Bayaq maddələrin bitkilər boyunca daşınmasında demişdik. Bitkinin plazmatik membranının üstündən və yaxud da ki, içindən maddələr daşına bilər. Əgər üstündən gedirsə, bu olur apoplastik yol. Qırmızı ilə çəkdiyim. Əgər içindən gedirsə, sarı ilə çəkək bunu da, plazmatik membranı keçib gedirsə, bu olur hansı? Simplastik yol. Az öncə dedik. Yox, əgər hamısını ötüb keçirsə, gəlin bunu da oxla çəkək, daha yaxşı görünsün. Narıncı ilə çəkmişik. Əgər belə ötüb gedirsə, həm içərdən, həm çöldən, bu da nədir? Transmembran yol. Yəni transmembran yolla gedirsə, plazmatik membranı ötüb keçə bilər, içindən keçə bilər. Buna görə də B variantımız yanlış variantdır və biz onu götürürük. Qalan variantları görsəz şagirdlər, niyə B variantının yanlış olduğunu tapmaq olar. Çünki digər variantlar doğrudur. E zonasındakı hüceyrələr meristematikdir, bəli, kambidir. Ona görə bölünüb kök səthini artırır, doğrudur. B zonasındakı hüceyrələr kök səthinin mantarlaşması zamanı məhv olur. Bu nədir şagirdlər? Doğrudur. A zonasındakı pH-ın artması müsbət yüklü iyonların sorulmasını çətinləşdirir. Bəli, çünki burada pH artanda pH bilirsiniz əsasilik yaradır. Düzdür? Əsasilik. Və buradakı iyonların sorulması da buna görə, bu pH-ın artmasına görə pozulur. Bu kəsit çox böyük ehtimalla kök ucunun sorucu zonasından götürülüb. Bu da doğru variantdır. Burada tək yanlış variantımız B variantıdır. Plazmatik membrandan keçə bilər. Transmembran yol ilə. Gəldik artıq şagirdlər. Səhv eləmirəmsə keçdik 5 ballıq sualına. 1-dən 7-yə 4 ballıqdır. 8-dən artıq 5 ballıq sual başlayır. Aşağıda meyoz proses zamanı baş verən proseslər verilmişdir. Ancaq meyoza aiddir. Bölünmə nəticəsində əmələ gələn xromatidlərin hüceyrəsinin xromosomlarının 2 xromatidli olması. Bəli. Şəhidlər, normalda xromosom bilirsiniz 1 xromatidli olur. Amma bölünmə zamanı 2 xromatidli olur. Mitoz bölünmədə daha sonra bu xromatidlər dartılaraq ayrılır və bölünmə nəticəsində yaranan hüceyrələrdə yenə nə görürük? 1 xromatid görürük. Amma meyozda bu belə olmur. Meyozda xromosom, ikiləşmiş xromosom, bax bu 2 xromatidlidir. 1, 2. Bu qütbə bütöv çəkilir şagirdlər. Yəni, vətər teli buna bir tərəfdən bağlanır və bütöv şəkildə çəkir. Buna görə də əmələ gələn hüceyrəmizdə xromosom 2 xromatidli olur. Buna görə bu ancaq meyoza aiddir, mitoza aid deyil. Replikasiya keçirmədən bölünməyə daxil olma. Bilirsiniz ki, meyoz 1-dən meyoz 2-yə keçən zaman replikasiya baş vermir. Buna görə bu da doğru.
Xromatidlərin əks kütlələri çəkilməsi bu mitozda da var. Homoloji xromosomlar arasında hissə mübadiləsində bu nədir? Crossingover. Crossingover ancaq meyozun profazasında olur. Bunu da dərsimizdə demişik. Metafaza lövhəsində xromosomların cüt-cüt yerləşməsi bu da doğrudur şagirdlər. Bunu dərslərimizdə demişik. 1, 2, 4, 5 burada ancaq meyoza xas olan xüsusiyyətlərdir. Qalan xüsusiyyətlər mitoza da xasdır. Gəlin bunu da şəkil üzərində göstərim, bunların nə demək olduğunu da. Deməli şagirdlər, bax burada görürük mitoz və meyoz arasındakı fərqlər. Nə görürük? Bax, profazada nə görürük? Burada crossover, yəni gen mübadiləsinin baş verdiyi yer variantlardan biridir, düzdür? Və yaxud da ki, cüt-cüt yerləşmə görürük, görürük. Və ya əmələ gələn hüceyrələrdə nə var? İki xromatidli xromosomlar var. Görürük, mitozda bunlar yoxdur. Aydındır? Yəni ki, bu hissələri qeyd eləmək istədim xüsusilə. Dərsimizdə də vermişik. Artda da mitozla meyozda fərqli bölgələri göstərmişik. Aha, izahımıza davam edə bilərik şagirdlər. Keçdik növbəti sualımıza. 8-də doğru cavabımız oldu A variantı. 9. Məşq fiziki yüklənmə ilə bağlı aparılan bir tədqiqat zamanı tədqiqatçılar idmançıların iş yükünü maksimum həddə qədər qaldırdıqları zaman ürəyin fəaliyyəti ilə bağlı aşağıdakı məlumatları əldə ediblər. Fiziki yüklənmə, ventilyasiya, ağciyərə hava daxil olub çıxması sürəti ilə ifadə olunur. Bu isə dəqiqə ərzində ağciyərlər vasitəsilə mübadilə olunan qazın ümumi həcmidir və s. və l. Lor dildə desək nə var burada şagird? Müəyyən şəxsləri götürüb idman elətdiriblər və bu idman zamanı bilirsiniz ki, nəfəs alma tezləşir. Nəfəs alma nədir? Ventilyasiya. Ventilyasiya tənəffüs mühitinin, məsələn, havanın tənəffüs səthi, məsələn, alveol üzərində hərəkətidir. Buna deyilir ventilyasiya. Bilirsiniz ki, fiziki məşq zamanı ventilyasiya artır. Ventilyasiya ilə əlavə olaraq orqanlara oksigen çatdırmaq üçün ürək döyüntüsü də artır. Ona görə qaçanda təngi nəfəs olur və ürək döyüntümüz sürətlənir. Ürək döyüntüsü artanda şagirdlər, eyni zamanda vuruş həcmi də artır. Vuruş həcmi nədir? Ürəyin bir dəfə vurulanda atdığı qanın miqdarı. Məsələn, 30 sm kub. Tutaq ki, məsəl üçün deyirəm. Bu nədir? Zərbə həcmi. Bir dəfə vuranda atdığı qanın miqdarı. Nəbzi də vuruş həcminə vuranda ürək məhsuldarlığını tapırıq. Məsələn, nəbz dəqiqədə 60 dəfə vurursa, bayaq da dedik, tutaq ki, vuruş həcmi 30-dur. Bir dəqiqədə çıxan qanın miqdarı olacaq 1800 məsələn. Bu olacaq ürəyin məhsuldarlığı. Ürəyin məhsuldarlığını da bu cür hesablayırıq. Bunu da dərslərimizdə keçmişdik. İndi şagirdlər, baxası olsaq, nə deyir? Düzgün mülahizəni seç. Ventilyasiya sürəti artdıqca nəbzin və vuruş həcminin dəyişməsi eyni cür baş verir. Xeyr şagirdlər, mən bunu sizə oxlarla göstərəcəm. Mavi oxla birinci nəbzin dəyişməsinə baxaq. Gördüyünüz kimi nədir? Biraz sabit gedib burada. Artıb, sonra sabitləşməyə başlayıb burada. Ümumi oxa baxmasaq, gördünüz, biraz artıb, sonra sabitləşib. Amma qırmızı oxa baxsaq, burada nə var? Sanki daimi bir artım görürük. Yəni, ventilyasiya artdıqca nəbz bir yerdən sonra sabitləşir. Çünki nəbz arta-arta gedə bilməz. Axı nəbz 300 ola bilməz. Müəyyən yerdə sabit qalır. Biraz artandan sonra. Vuruş həcmi isə arta-arta gedir. Müəyyən yerə qədər. Çünki qan lazımdır axı toxumaya, oksigen lazımdır buna görə. Bununla bağlı olaraq A variant, birinci variantımız yanlışdır. 2-yə baxaq. Ümumi ürək məhsuldarlığının ventilyasiya sürətindən asıllıq qrafikini çəksək, ilkin olaraq sürətli artış, sonra isə nisbi sabitləmə müşahidə edəcəyik. Ümumi qrafik deyəndə artıq şagirdlər bu iki göy ilə olanı da, qırmızı ilə olanı da biz nə etməliyik? Nəzərə almalıyıq. Qrafikin başlanğıcına baxsaq şagirdlər. Gördüyünüz kimi göydə, qırmızıda sürətli şəkildə artır ilk başlanğıcda. Ventilyasiya sürətinə baxanda artır. Ona görə biz ümumi qrafikdə də bunları birləşdirəsi olsaq, belə, bax ki, uzun belə bir qrafik görəcəyik, artan bir qrafik görəcəyik. Amma müəyyən yerdən sonra ikisi də hardasa sabitləşir. Birinci nəbz sabitləşir, zərbə həcmi də biraz aşağı şəkildə arta-arta gedir. Ona görə də belə bir qrafik görəcəyik. Bizə də tam olaraq bunun təsvirini verib. Nə deyir? Deyir ki, ilkin olaraq sürətli artış, çəhra ilə çəkdiyim, sonra isə nisbi sabitləmə, yəni yaşılla çəkdiyim. Bunu görəcəyik və bu nədir? Doğru variant. Ürək məhsuldarlığı maksimal dəyərə ventilyasiya sürəti 130 olduqda çatır. 130 haradır? Təxminən bura. Və burada hasilini tapsaq şagirdlər, məsəl üçün bir də 150-dəki hasilini tapsaq. 150-də gördüyünüz kimi vuruş həcmi daha çoxdur. Buna görə də 150-də məsəl üçün daha çox olacaqdır ürək məhsuldarlığı. Çünki bir-birinə vuruqda bəsit məntiq. Bu variantımız ona görə yanlışdır. Ağır fiziki
İş zamanı əzələlərin oksigenə tələbatı bürüş həcmini artırmaqla təmin olunur. Bu variant da doğrudur. Burada doğru cavabımız oldu. Nə? 2, 4. A variantı. Keçin növbəti sualımıza. 10. Aşağıdakı sxemdə xloroplastda baş verən fotosintez prosesinin modeli verilmişdir. Şöylədir, fotosintezdə burada qısaca yadımıza salası olsaq, A, B, C, D nədir? A fotosistem 2'dir. B fotosistem 1'dir. D burada ATF sintetazadır. Bizə bunlar lazımdır. Burada verilən isə qaranlıq dövrə, yəni Calvin siklidir. İndi şagirdlər, bu zülalları mən sizə bir-bir göstəreyim. Gəlin, öz slaydımızdan. Deməli, şagirdlər, burada ATF sintetaza zülalını görə bilərsiniz. Bizim şəkildə D ilə göstərilmişdi. Hətta gəlin, bizim şəkildə bura əlavə eləyək. Deməli, şagirdlər, oxları yerləşdirəndən sonra belə bir hal qarşımıza çıxacaqdır. Burada mən sizə bir-bir göstərəcəm nəyin nə olduğunu. Baxın, burada D ilə verilən ATF sintetazadır. Bax, oxla göstərirəm. Bu. Bunun işi nə deməkdir? ATF sintez etməkdir. Yadınızda qalsın. A ilə göstərilən bu ikinci fotosistemdir. Və gördüyünüz kimi öz elektronunu sudan alır. Bax, bu hissəyə baxın. Öz elektronunu suda alır. Gəlin, bu qara oxla göstərək, daha yaxşı görünsün. Bax, burada. Öz elektronunu gördüyünüz kimi sudan alır. Burada görülən B ilə göstərilən isə ikinci fotosistemdir. İkinci fotosistem isə öz elektronu kimdən alır? Birinci fotosistemdən alır. Yadda qalsın. Bundan başqa sağda verilən Calvin siklində də birinci karbonun tutulması fazası verilib, 2 ilə reduksiya fazası verilib, 3 ilə isə karbon qəbul edicisinin bərpası fazası verilibdir ki, bu fazaları biz dərslərimizdə öyrənmişdik. İndi öyrəndiklərimizi əsasən suala baxası olsaq yenidən nə görürük? D ilə verilib ATF sintetaza, proton axın gücündən istifadə edərək ATF sintezini tənzimləyir D. İtirdiyi elektronu suyun fotolizindən əldə edir A. İtirdiyi elektronu başqa fotosistemdən gələn elektron hesabına bərpa edir B. Və bu olacaq, burada cavab olacaq şagirdlər C bəndi. Digər fazalarda burada yazdığımız kimidir. Baxın, reduksiya fazası, regenerasiya fazası və karbonun tutulması fazası 3-2-1, 1-2-3 şəklində burada yazılıbdır. Deməli, doğru cavabımız burada olacaq C bəndi. C bəndi doğru cavabımız olacaq. Keçirik növbəti suala, 11-ci sual. Aşağıda şəkildə göstərilən qurğu şərabın hazırlanması, fermentasiyası zamanı kütlədə baş verən dəyişiklikləri izləmək üçün istifadə olunmuşdur. Kolba elektron tərəzinin üzərinə yerləşdirilmiş və tərəzi məlumatların avtomatik qeyd olunması üçün kompüter qurur. Şöylədir, burada baş verən proses nədir? Gördüyünüz qabın içində maya göbələkləri var və müəyyən miqdarda şəkər var. Bilirsiniz ki, maya göbələkləri şəkərlə qalanda fermentasiya edirlər. Şəkəri nəyə fermentasiya edirlər? Şəkərdən nə alınır? Şəkərdən etanol plus karbon qazı alınır. Plus karbon qazı. Bu dəyişiklikləri ölçmək üçün şagirdlər A-dan oksigen vermirlər. A hissəsindən oksigen keçməməlidir. Burada verilən hissə. Hava kilidindən. Çünki oksigen içəri keçsə, bizim maya göbələklərimiz oksigenlə tənəffüs edə bilər. İçəridəki qaz qarışığı pozula bilər. Biz bunu istəmirik. Biz istəyirik fermentasiya etsin. Və fermentasiya edəndə qaz çıxır, kütlə azalır axı. Buna görə də qaz çıxdığına görə buradakı kütlənin biz azalmasını görəcəyik. Aydın oldu. Yəni buradan karbon qazı bu cürə çıxacaq və kütlə azalacaq. Deyə bilərsiniz, ay müəllim, bəs hava kilidi var idi orada. Oksigen girənmir, karbon necə çıxır? Onu elə ayarlayırlar ki, oksigen girməsin, karbon çıxsın. Ümid edirəm bunu başa düşdük. İndi gəlin bəndlərə baxaq. Bu təcrübənin aparılması ilə əlaqədar bəzi mülahizələr verilibdir, hansı mülahizə düzgün deyil. Bu məhlulda başqa uçucu maddələr əmələ gələ bilər deyə etibarlı nəticələr almaq üçün hava kilidi yalnız karbon qazından başqa maddələri keçirməməlidir. Yəni deyir ki, başqa qazlar da alına bilər. Karbon qazını buradan buraxaq, o biri qazları buraxmayaq. İçəridə alınanda müxtəlif qazlar alına bilər. Bu variant yanlışdır şagirdlər. Digər qazlar zaten o qədər çox alınmır və təcrübənin gedişi üçün heç bir narahatlıq təşkil etmir. Burada məsələ nədir? Karbon qazının çıxmasıdır əsas. O biri qazlar bizim lazım deyil. Çıxır, çıxsın, çıxmır, çıxmasın. Bu təcrübəni pozmaz. Ona görə biri düzgün deyil. Sistemin içində məhlula qarışmayan kalium OH məhlulu olsa, kütlə itkisi sürətlənəcəkdir. Yanlışdır şagirdlər. Tutaq ki, bura mən bir kalium OH qoydum. Qabı. Bilirsiniz ki, kalium OH əsasdır. Və karbon qazı turşu oksiddir. Kalium OH turşu oksidlə reaksiyaya girərək turşu əmələ gətirəcəkdir. Tutaq ki, kalium hidrokarbonat. Kimyaçılar bunu daha yaxşı bilər. Kalium hidrokarbonat əmələ gətirəcək. Düzdür? Və bu kalium hidrokarbonat kütləni artıracaq. Tadım, əvvəl karbon qazı çıxırdı, kütlə azalırdı. İndi karbon qazı qaldı içəridə. Və kalium tutdu karbon qazını. Çünki birləşdirir. Biri əsaslı, biri turşu. Və nəticədə kütlə etkisi sürətlənməz. Əksinə yavaşlayır. İki də yanlışdır.
Cavabımız 1-2 olacaqdır. Digər variantlara da baxaq. Mühit temperaturunu sabit saxlamaq nəticələri daha etibarlı edəcək. Bəli, temperatur dəyişməsindənsə sabit olması daha yaxşı nəticələrə gətirib çıxarır. Çünki reaksiya temperaturdan asılı olaraq gedir. Sən temperaturu dəyişsən, soyutsan, isitsən, reaksiyanın gedişini pozacaqsın. Maya göbələyi əlavə edilmədən qurulan eyni sistemdə baş verən kütlə azalmasını nəzərə aldıqda nəticələr daha etibarlı olacaq. Bu da doğrudur şagirdlər. Niyə? Deyir ki, bir qabda maya ilə yoxla, bir qabda maya göbələyi olmadan yoxla, nəticələri müqayisə elə. Buna deyirlər kontrol təcrübə. Yəni birini maya göbələksiz yoxlayırıq, birini də maya göbələyi ilə və fərqlərinə baxırıq. Başa düşdükmü? Ona görə 4-də doğrudur. Burada yanlış cavablar 1-2 B variantını götürür. Keçirik növbəti suala. 11-ci sualdakı təcrübə nəticəsində əldə edilən ölçmə nəticələri aşağıda göstərildi. Gördüyünüz kimi günlər keçdikcə nə azalır? Kütlə azalır. Niyə azalır kütlə? Çünki karbon qazı çıxır şagirdlər. Səhv variantı seç. Qrafik əsasən. Təcrübə boyunca orta gündəlik kütlə itkisi təxminən 1,1-1,5 arasındadır. Necə hesablayırıq? 13 gün aparılıb təcrübə, düzdür? 13 gün və nə qədər dəyişiklik baş verib? 560-dan düşüb 545-ə. Yəni neçə qram? 15 qram. 15-i də 13-ə böləndə təxminən alınacaqdır 1,2 neçəsə. Bu şəkildə. Yəni 1,1 ilə 1,5-in arasındadır. Doğrudur. Təcrübənin 4-cü və 9-cu günləri aralığında maya göbələyi sürətlə çoxalmışdır. Bu variant doğrudur şagirdlər. 4-9 arasına baxsaq, digər günlərə nisbətən daha sərt bir düşüş görürük. Deməli, daha çox karbon qazı çıxıb. Daha çox karbon qazı çıxıbsa, deməli, daha çox fermentasiya olunub. Daha çox fermentasiya olunubsa, deməli, daha çox maya göbələyi var. Ona görə maya göbələkləri sürətlə çoxalıb ifadəsi doğrudur. 9-cu gündən sonra kütlə azalmasının zəifləməsinə səbəb əmələ gələn etil spirtinin maya göbələklərini öldürməsi ola bilər. Ola bilər. Gördüyünüz kimi 9-dan sonra artıq kütlə eyni qalmağa başlayıb. Bunun səbəbi etil spirtinin mayaları öldürməsi ola bilər. Çünki çox spirt əmələ gəldi axı artıq. Və ya mühitdə qidanın bitməsi ola bilər. Bunların hər ikisi səbəbdir. Burada səhv olan variant Y variantıdır şagirdlər. C və D də doğrudur. Y niyə səhvdir? Çünki deyir, mühitdə oksigen tükənir. Amma biz bilirik axı təcrübəyə oksigen lazım deyil. Hətta oksigeni bağlamışıq, qoymuruq içəri girsin. Onsuz da bunlar fermentasiya eləyirlər. Yəni fermentasiya oksigensiz bir tənəffüs növüdür. Oksigenli deyil. Buna görə Y variantı zaten yanlış variantdır. Y variantı burada cavabımız olacaqdır. 12-ci sualda. Keçik 13-ə. Sakitlik vəziyyətində 4 heyvanın 1, 2, 3, 4 bədən mayelərində karbondioksidin parsial, yəni nisbi təzyiqi verilibdir. Parsial təzyiq nədir? Məsəl üçün, mühitdə 100 litr qaz var. Bunun 21 litri karbon qazıdırsa, onun parsial təzyiqi 21%-dir. Yəni nisbi təzyiq. Yanlış ifadəni seç. Bu məlumatlar heyvanların hansı tipə aid olduqlarını müəyyən etməyə kifayət etmir. Bəli, şagirdlər. Bu yalnız suda və quruda yaşamağına deməyə əsas verir. Burada 1-lə 2 suda yaşayır. Çünki suda yaşayanlarda qaz mübadiləsi biraz çətin baş verir. Çünki suda qazlar həll olmur. 3-lə 4 isə quruda yaşayan canlılardır. Çünki onlarda qaz mübadiləsi daha yaxşı baş verir. Niyə deyirsinizsə, yenə deyirəm, suda qazlar pis həll olur ona görə. Ona görə şagirdlər B variantı doğru variantdır və A variantı doğru variantdır. Suda quruda yaşamağını tapmaq olar, amma mən nə bilim hansı tipə aiddir suda yaşayan canlılar arasında və ya quruda yaşayan canlılar arasında. Məməlidirmi, quşdurmu, sürünəndirmi, bunu bilməliyik axı baxanda. Ona görə 2 variant da doğrudur. 3 və 4 heyvanlarının bədən mayeləri 1 və 2 heyvanlarınkına nisbətən mütləq şəkildə daha aşağı pH-a malikdir. Şöyle pH nədir? Turşuluq. Deyir ki, 3 ilə 4-ün turşuluğu 1 ilə 2-yə nisbətdə daha turşu olacaqdır. Amma şagirdlər, turşuluq karbon qazının miqdarından birbaşa asılı deyil. Çünki karbon qazı turşu oksid olmasına baxmayaraq bizim qanımızda buferlər var. HCO3 mənfi. Bu buferlər karbon qazını nə edir? Stabilləşdirə bilir. Ona görə elə bir hal ola bilər ki, quruda yaşayan canlının qanında pH suda yaşayana nisbətən daha çox olsun. Yəni bizim pH-ımız 7-dir. Əgər biz turş mühitdə yaşayırıqsa, gərək pH-ımız 2 olsun. Məsələn, tutaq ki, deyirəm. Balıqda gərək 10 olsun. Amma belə bir şey yoxdur. Çünki tənzimləmə mexanizmləri var. Buferlər var qanda. Buna görə C variantı yanlış variantdır. Bunu götürəcək şagirdlər. D ilə Y-də baxmaq istəsək, 3 və 4-də heyvanların bədən mayelərində bikarbonat ionu daha çoxdur. Yenə dediyim məsələyə görə. pH-ı tənzimləmək üçün karbonat 3 və 4-də daha çoxdur. Doğru variantdır. 3 və 4 heyvanlarının metabolizması daha sürətlidir. Bəli, çünki 3 və 4 daha çox qaz qəbul edir. Daha çox karbon qazı, daha çox oksigen qazı.
Başa düşdük? Buna görə 3 və 4 nədir? Daha sürətli metabolizmə. 1 və 2-yə nisbətən. Burada cavabımız oldu C bəndi. Davam edək şagirdlər. 14-cü sual. Aşağıdakı şəkildə iki amin turşusunun quruluşu verilmişdir. Bu amin turşularının quruluşunu diqqətlə incələyin. Arginin verilib şagirdlər və lizin, daha doğrusu leysin verilibdir. Burada qrupları yazsaq, bir amin qrupu, 1 və 4 amin qrupu, hər ikisi 1 və 4 amin qruplarıdır. 2 və 5, 2 və 5 karboksil qruplarıdır. Qrupu. 3 ilə verilən hissə arginin radikalıdır. Arginin radikal hissə. Radikal bütün amin turşularda fərqlənən hissələr deyilir. Və müsbət yüklüdür. Müsbət yüklü hidrofil. 6 isə leysinin radikalıdır. O da nədir? Yüksüz hidrofob. Hidrofob qrupdur. Bunları yazandan sonra şagirdlər indi baxaq görək nə deyir. Hansı səhvdir? Sintez zamanı arginin leysindən sonra gəlirsə, 1-dən 1 ədəd, 5-dən isə 2 ədəd atom qoparaq peptid rabitəsi əmələ gəlir. Şəkildə burada birləşmə zamanı nə deyir? Arginin leysindən sonra gəlir. Yəni leysin, bu da arginini gətirib bura qoyası olsaq, bilirik ki, karboksil qrupundan və amin qrupundan maddələr qopur. Gəlin çəkin burada amin qrupu. Gəlin birinci karboksili çəkək. Bu karboksil qrupudur şagirdlər. Bunu da kənarına çəkirəm amin qrupu. Burada baş verən reaksiya kondensləşmə reaksiyasıdır şagirdlər. Kondensləşmə reaksiyasında bir molekuldan OH, digərindən isə H qopur. Yəni, baxın, bu hissə qopacaqdır. Qırmızı ilə göstərək, bax, bu hissə. Bu hissə qopur şagirdlər. Qopardaq. Qopur. Oradan su çıxır. Bu heç öz yerində və arada rabitə əmələ gəlir. Qırmızı ilə çəkdik. Buradan da su çıxdı. Bu rabitəyə nə deyilir? Peptid rabitə, düzdür? Peptid. Buna görə də deməli 5-dən çıxdı OH, yəni 2 molekul. NH2-dən də çıxdı 1 molekul. Deməli bu 5-dən 2 dənə çıxacaq. 1-dən də 1 ədəd çıxacaq. Doğru variantımız oldu. A doğru. Hüceyrə daxilində adətən 6 zülalın daxili tərəfinə, 3 isə xarici tərəfinə yönəlmiş olur. 3 nədir? Yüklüdür şagirdlər. Yüklü hüceyrənin xaricinə yönəlir. Çünki hüceyrənin xaricində var su. Və yüklü qruplar suda həll olduğuna görə suya gedir. 6 isə hüceyrə daxilinə yönəlir. Çünki orada su yoxdur. O nədir? Hidrofob hissələrdir. Nə? Hidrofobik. Yazaq fobik. Yəni su olmayan hissələr. 6 da suda həlli olmadığına görə, hidrofob olduğuna görə hidrofobik hissələrə meyil etməsi doğrudur. Yəni bu variant doğru variant olacaqdır. Yoxsa nə deyir? 6 zülalın daxili tərəfinə, 3 xaricinə doğru şagirdlər. C-yə baxaq. Polipeptid daxilində 2 və 4 qruplarının qalıqları arasında hidrogen rabitəsi əmələ gələ bilər. Bu və bu arasında şagirdlər. Deyir ki, hidrogen rabitəsi əmələ gələ bilər. Bəli, əmələ gələ bilir. Necə bilirik bunu? Biraz geri dönürəm indi qrupa. Aha, aşağıda baxın şagirdlər, qrupu yazmışıq. Buradakı oksigenlə buradakı hidrogeni görürsünüzmü? Bax, bunlar arasında nə yarana bilər? Hidrogen rabitəsi yarana bilər. Bu da doğru. A doğru, B doğru, C doğru. Biz yanlış axtarıq. Hüceyrə daxilində 6 ilə 3 arasında hidrofob əlaqə yarana bilər. Aha, bu yanlış variantdır. Çünki hidrofob əlaqə hidrofob molekullar arasında, yəni suda həll olmayan molekullar arasında verirlər. 3 isə yüklü qrupdur. Müsbət yüklüdür. Buna görə də hidrofobla hidrofil qrup arasında əlaqə yarana bilməz. D variantımız yanlış cavab olacaq. Burada cavab olacaq D variantı. Arginin histon zülallarının tərkibində olduqda DNT-yə birləşə bilir. Bu da doğrudur şagirdlər. DNT bilirsiniz ki, fosfatlarına görə mənfi yüklüdür. Arginin isə müsbət yüklüdür. Ona görə bu müsbətlə mənfi bir-birini cəzb eləyib birləşəcəkdir. Yəni burada yanlış cavabımız D bəndini götürürük. Yanlışı soruşur. Növbəti sual 15. Renin angiotensin aldosteron sistemi məməlilərdə böyrəklərin qan təzyiqinin tənzimlənməsini başlatdığı bir mexanizmdir. Bu sistem normal qan təzyiqinə nail olmaq üçün yolun müəyyən hissələrini aktivləşdirmək məqsədi ilə müxtəlif hormonlardan istifadə edir. Prosesi qısaca başa salaq şagird. Orqanizmdə təzyiq düşəndə böyrəklər bunu hiss eləyir və yuxtaglomerular hüceyrələrdən renin sintezidir. Renin hormonu. Renin
Qaraciyər tərəfindən sintez olunmuş angiotenzinogen maddəsini angiotenzin 1-ə çevirir. Ağciyərlər angiotenzin çevirən enzimlə angiotenzin 1-i angiotenzin 2-yə çevirir. Angiotenzin 2 qan damarlarını daraldır. Böyrək üstü vəzidən aldosteronun ifrazına səbəb olur. Aldosteron da suyu sorur, duzu sorur. Nəticədə təzyiq yenidən əvvəlki vəziyyətinə qayıdıb yuxarı doğru qalxır. Bunu biz dərslərimizdə izah etmişdik. Ona görə şagirdlər burada doğru cavab istəyir, cavab C olacaq. AC fermenti, angiotenzin çevirici ferment biri 2-yə çevirir və ağciyərdə baş verir. Deyək, şəkildə də var. Yəni çox asan bir sualdır. Cavab C bəndi. Digərlərinə baxası olsaq, deyir ki, yüksək qan təzyiqi ilə işə düşür, yanlışdır. Aşağı qan təzyiqi ilə işə düşür. Qan təzyiqi fərqlərini aşkar edir və renin ifraz edir. Böyrək üstü vəzi yox, burada böyrək olmalı idi. Angiotenzin 2 böyrəklərdə duz və suyun geri sorulmasını birbaşa artırır, yanlışdır. Aldosteronu artırır, aldosteron artırır. Angiotenzin 2 birbaşa böyrək üstü vəzə qan damarlarına təsir göstərir. Birbaşa böyrəyə təsir göstərmir. Yenə dedik. Birbaşa yox, aldosterona təsir göstərir. Aldosteron böyrəyə təsir göstərir. Ona görə də cavab olacaq burada. Düzgün cavab C bəndi. 16. Aşağıda sxem gördüyümüz görüntülər haqqında məlumatları necə optik yol boyunca hərəkət edərək ənsə payında yerləşən görmə qabığına, vizual korteksə çatdığını göstərir. Şəkili diqqətlə incələ və hansı görüntülərlə ənsə payına çatacağını izlə. Şöyle normalda bilirsiniz, sol gözün və sağ gözdən çıxan bura nə deyilir? Bax, bu hissələrə. Gəlin göstərək. Bax, rənglə, sarı rənglə göstərək. Bu hissələr nə deyilir? Bax, bunları. Bunlar nədir? Görmə sinirləri. Görmə sinirləri. Görmə siniri parçalanarsa, qoparsa şagirdlər, həmin göz kör olur. Məsələn, bir məhv olsa nə kör olur? Sol göz kör olur. Nə deyil? Birinci sahədə zədələnmə sol gözün bütövlükdə görmə qabiliyyətini itirər. Bu doğrudur məsələn. Daha sonra bu görmə sinirləri kəsişir və görmə traktlarına çevrilir şagirdlər. Məsələn, burada göylə verilən görmə traktıdır. Məsələn, göylə verilən şagirdlər hər iki gözün lateral hissəsindən gələn impulsları alır. Yəni sol hissəsi. Qırmızı ilə verilən isə hər iki gözün sağ hissəsindən gələn impulsları alır. Məsələn, deyir ki, dördüncü sahədəki zədələnmə, yəni göylə göstəriləndə, sol tərəfin qorunub saxlanmasına imkan verir. Görmə sahəsinin sol tərəfi. Deyirlər ki, ay müəllim, bəs burada göylə verilənlər sol tərəfdir, axı, bax burada. Soldur da buralar. Məsəl üçün, belə bir deyə bilərsiniz ki, mən burada soldur. Biz də solu parçaladıq, 4-də solda problem yaranmalı deyilmi? Xeyr. Çünki işıq gördüyünüz kimi bu istiqamətdən gəlir. Deməli, sol tərəf nəyi qəbul edir əslində? Sağdan gələn işığı qəbul edir, bəli. Ona görə soldan gələn işıq rahat şəkildə öz mənbəyinə çatır. Soldan gələn işıq hara gəlib düşür? Bax, bu hissə, qırmızı ilə göstərilən hissəyə. Soldan gələn hara gəlib düşür? Qırmızı ilə gəlib hissəyə. Yəni, göy ilə olan hissədə problem olanda bizim soldan gələn işığımıza bu təsir etmir. Ona görə bu doğrudur. C variantı yanlışdır, ona indi qayıdıb gələcək şagirdlər. İkinci sahədəki zədələnmə D-yə baxaq. Sol gözün buruna ən yaxın olan görmə sahəsinin itməsi ilə nəticələnir. Bəli, şagirdlər. 2 ilə göstərilən hissədəki zədələnmə yenə harda problem yaradır? Gözdə, baxın, nə deyil? İkinci sahədəki zədələnmə. Yəni, burada, bax, bura bax. Burada sol gözün bu hissəsini problem yaradır. Bura işıq hardan gəlir? Sağdan. Düzdür? Sağdan. Və nəticədə 2-də yaranan problem burundan gələn, burun tərəfdən gələn, yəni burun hardadır? Sol gözə görə sağdadır, düzdür? Burun tərəfdən gələn impulsun qəbul olunmasında neyəcək? Problem yaradacaqdır. Bu variant da doğrudur. 5-dəki zədələnmə 4-dəki ilə eyni şeyi gətirib çıxarır, bəli, müşahidə. Ya buradan qırıldı, ha buradan qırıldı. Bunlar eyni şeydir. Burada yanlış cavab C bəndidir. C-də deyir ki, 3-cü sahədəki zədələnmə, 3-cü sahə optik xiyazmadır şagirdlər. Görmə sinirlərini kəsişləyir. Hər iki gözün temporal, burundan ən uzaq görmə sahəsinin qorunub saxlanılmasına səbəb olur. Yəni deyir ki, burada olan zədələnmə hər iki gözün bax bu hissələrini neyiniyir? Buradan gələn impulslar. Yəni, baxın, buradan gələn impulsları pozur. Bu istiqamətdən gələn impulslar. Belə.
Burada buradan gələn impulsları pozur. Halbuki şagirddə üçdə olan zədələnmə pozur deyəndə yəni nə deyilmiş? Baxıq. Üçüncü sayda zədələnmə hər iki gözün temporal, burundan ən uzaq görmə sahəsinin qorunub saxlanılmasına səbəb olur. Yəni deyir ki, buradan gələnlərdə problem yaşanmayacaqdır. Amma mən optik yazmanı qırsam, bu birbaşa buraları pozur şagirddə. Bax, buraları. Buraları pozduğuna görə elə qıraqdan gələn impuls nə olacaq? Çata bilməyəcəkdir. Ona görə C variantı yanlış. Bu sual biraz qarmaşıq sualdır. Ümid edirəm başa sala bildim. Özünüz də məntiqlə o oxları çəkin baxın, başa düşəcəksiniz. C variantı burada yanlışdır. Gəldik 17-ci suala. Aha, müzakirə yaradan suallardan biri. Legionella bakteriyasının legioner xəstəliyinə səbəb olan bakteriya ştamları FLA geninin allellərinə əsasən müəyyən edilir. Bu gen bakteriyasının qamçısının tərkib hissəsi olan bir zulalı kodlayır. Legionella bakteriyasının FLA geninin bir allelinə məxsus DNT-nin kodlayıcı zəncirinin 197-199-cusunda start kodon başlayır. 670-dən 700-ə qədər bir hissə vermişik. Deyil, uyğunlaşdır. Şeydir, burada ilk səhv bu DNT-dən RNT çıxarmaqdır. Çünki bu DNT 5-3 DNT-sidir. Bundan siz RNT çıxarırsınız sualı həll edəndə. Məsələn, burada RNT çıxaranda nə olur? U. Bu artıq yanlışdır. Olacaqdır. Daha doğrusu TTT deyil. T'nin qabağında nə durur? RNT. AA. Düzdür? Siz burada səhv edirsiniz. Bura AA yazırsınız. Bu yanlış olur. Niyə? Çünki bu DNT-nin birisi iki zənciri var da. Biri zülal sintez olunan qəlib zəncir, biri də qəlib olmayan zəncir. Qəlib olmayan yazaq QO. Bu bizə verilən qəlib olmayan zəncirdəki gendir. Hardan bildim? 5 ucu 3 ucuna görə. Normalda 3-dən 5 olmalıydı. Ona görə siz bu AAA-nı bir də çevirməlisiniz nəyə? RNT-yə. Yəni UUU-ya. Deməli, bizə verib bu zənciri, amma buradan sintez olunan RNT-ni soruşur. Ona görə biz qabaqdakı zənciri tapırıq. Qabaqdakı zəncir budur. Və daha sonra ondan RNT tapırıq. Və yaxud da ki, bunu birbaşa RNT-yə də çevirə bilərik. İki dəfə eyni çevirməni etməkdənsə. Ona görə çeviririk. Çevirəndə gəlin altda yazaq. Necə olacaqdır birbaşa çevirəndə? U, U, U. Məsəl üçün. Sonra çevirək. Davam edək çevirməyə. G, yenə eyni qalacaq şagirdlər. Çünki iki dəfə çevirəndə eyni şey gəlib çıxır. C, A, G. Gəlin siz klavişinə yazın, daha rahat olsun, görə biləsiniz. Çevirməni yazaq burada gəlin. TTT-ni çevirəndə dedik U oldu. C, A, G yerində qaldı. U, A, U. C, G, G. Daha sonra A, G, C olduğu kimi qaldı. Böyle düz yazdığım şagirdlər. U, C, A, G, U, A, U. C, G, G. Daha sonra C, G, G'den sonra C, A, G'miş şagirdlər. Burada çalışdıq. C, A, G. C, A, G. Daha sonra C, G, G'den sonra C, A, G. Daha sonra C, A, C. Bu ise A, A, A. Bu ise daha sonra A, G, C. A, G, C. Bu ise daha sonra T, T, C. T, T, C. Və T, T, C. Bu şəkildə oldu şagirdlər. İndi bir də baxaq, yoxlayım. Çünki çevirdə şagird burada biraz səhv işarə eləməliydi. Burada belə biraz çaşqınlıq yarana bilər. U, C, A, G, U, A, U. Daha sonra C, G, G, C, A, G. Daha sonra C, A, C, A, A, A. Daha sonra A, A, A. Hansı hissədə bitir? Bu hissədə bitir. A, G, C, T, T, C və baxaq, AGC-dən sonra gəlir TTC və TTC. Və ən axırda da bir dənə tim. Şeydir, bunu siz başdan bəri belə ayırmaq, belə biz başdan 3-3 götürdük də, bu yanlışdır. Çünki fikir verin, bizə ipucu verib. 197-dən 199-dadır start kodum. Oradan 3-3 götürüb gələndə şagirdlər 670-ə yox, 671-cidən başlamalıyıq saymağa. Yəni ki, bu uzun zəncir deyil. Uzun zəncir. Bax, buradakı uzun zəncir. Yuxarıdakını RNT-yə çevirdim də. RNT zənciridir. Bunu başa düşdünüz. Bu uzun zənciri şagirdlər. Baxın, biz ikinci nükleotiddən etibarən götürməliyik. Yəni buradan etibarən. Niyə? Çünki bu gəlir düşür 670-ci. Bundan əvvəl tutaq ki, 2 dənə nükleotid var. Yazaq. XX var. Tutaq ki, burada. Buradan
Artıq bu triplet bitir. Bunun əvvəli də var axı, sizə onu verməyib, çaşdırmaq istəyib. Ona görə buradan etibarən götürəcəksiniz. UC, AGU, onu səhv elədik. AGU və s. və yaxud. Bu şəkildə ayrı-ayrı gedəcəksiniz. Yəni ki, ayrılma hardan olacaq? Ayrılma bax buradan. Bu şəkildə götürəcəksiniz. Gördünüz şəkildə bax bu şəkildə. Bu şəkildə yazacaqsınız. Bu şəkildə ayıracaqsınız. 3-3. Gəlin onları mən ayırıb sizə göstərəm. Birinci səhv. Bu DNT-ni RNT-yə çevirmək birbaşa. Bu DNT-ni digər DNT-yə daha sonra RNT-yə çeviririk. Yəni özü olaraq qalır. Və birinci nükleotidi götürmürük. Çünki o özündən əvvəlki tripletə aiddir. Hardan bildim? Burada hesablayıb görmək olur. 197-dən, 199-dan tripletdirsə, 200-dən də o biri triplet başlayır. Və 200-dən 670-ə qədər triplet seriyası tamamlanır. Bunu bu şəkildə 3-3 götürəndə şagirdlər, bax belə götürəndə düzgün, yəni xəttlərlə çəkim daha rahat görünsün. Bu sual bu sınavın ən çətin suallarından biridir. Bu şəkildə götürək. Yəni istəyirsiniz elə bax belə eləyək, daha rahat olsun. Bu şəkildə olacaq. Bu şəkildə olacaq. Bu şəkildə olacaq. Tripletlərimiz. Yəni bir dənə sürüşdürdük. Bir dənə sürüşdürdük. Aha. Yəni sürüşdürəndən sonra şagirdlər. Altda bu amin tuşlarını tapmaq lazımdır indi. Sürüşdürdük. İndi altda sürüşdürdüyümüzü birinci tərcümə edək DNT-yə. UUC. AGT olacaq. AGU. ATC. Şagirdlər. Bir dənə baxaq deyək buna. Bəli, şagirdlər. Sadəcə burada çeviririk. Çevirəndə nə olacaqdı? TTC olacaq nə məsələ? UUC. AGT olacaq. AGU. Niyə birbaşa t-ları U eləyirsiniz? Bəs çünki iki dəfə çevirmək lazımdır da. Birinci dəfə çevirəcəksiniz, sonra ikinci dəfə çevirəndə eyni şey olacaq. Sadəcə t-ları U eləyirsiniz. Bu qədər. AUC, daha sonra GGC, AGC, ACA, AAA, GCU, UCU və UCU. Bu şəkildə şagirdlər tərcümə elədik. Niyə ikincidən başladıq? Çünki, yenə deyirəm, bax 199 dənə, 199-cu da bitirsə o biri triplet. 670-dən 199-u çıxıb 3-ə böləndə tam rəqəm alınır. Yəni bu 670-in üçüncüsüdür bu timin. Ona görə ikincidən başladıq saymağa. Burada x-lə başqa bir tripletə aiddir bu timin. Başlama yerini düz bilmək lazımdır. Elə bunu verib deyək, gələk buradan başlayasan. Bunun əvvəlindəki nükleotidi də buna əsasən hesablamalıyıq. İndi mənim yazdığım tərcüməyə əsasən aşağıdan cədvəldən baxıb uyğunlaşdıracaq. Aşağıdakı cədvəldən baxıb uyğunlaşdıranda da məsələn UUC uyğun gəlir nəyə? Fenil alanin. UC olacaq fenil alanin. Daha sonra AGU. AGU nəyə uyğun gəlir? AGU uyğun gəlir məsələn serin. Bu olacaq serin. Sonra AUC gəlin biraz aşağıda biraz böyüdək. Aşağıda tam görünsün. Hə. Biraz da belə böyüdək şagirdlər. Serin, fenolalanin, sonra AUC nəyə uyğun gəlir? Baxaq, qrafikdə AUC, AUC uyğun gələcəkdir. O da izoleysinə, bu da olacaq İ-L və artıq gördünüz ki, necə bir proses baş verdi. Fenolalanin, serin, izoleysin və bu da A variantına uyğun gəlir. Çox şagirdimiz yenə deyirəm, burada başdan başlayıbdır, buradan götürüb tripletləri, ona görə də səhv alıbdır. Burada da birini artıq qoyubdur. Amma bu 670-ci özündən əvvəlki tripletə aiddir. Bunu silib belə başlamaq lazım idi əslində. Ona görə burada cavabımız A bəndidir. Keçik 18-ci suala. Jel elektroforez molekullarının əsasən DNT elektrik sayəsində gel mühitdə ayrılması üçün istifadə olunan laboratoriya üsuludur. Nümunələr gel üzərindəki xüsusi quyulara yerləşdirilir və elektrik cəryanı tətbiq edildikdə molekullar gel daxilində hərəkət edərək bir-birindən ayrılır. Gel məsaməli quruluşa malik olduğuna görə maddələr bu mühitdən keçərkən fərqli sürətdə irəliləyir və s. və s. Şahidə, qısaca nə baş verir burada? Mən sizə izah edeyim. Mənfi yüklü katodumuz var və müsbət yüklü anodumuz var. Müsbət yüklü. DNT də bilirsiniz nədir? Mənfi yüklüdür, düzdür? Burada çuxurlar açırlar şagirdlər, bu cürə çuxurlar, bax belə. Bunların içinə DNT molekulları yerləşdirirlər. Və bu DNT molekulları mənfi olduqlarına görə müsbətə doğru, yəni anoda doğru hərəkət edir. Çox gedən DNT balaca DNT olur. Çünki jel elədir ki, balaca DNT qabağa gedir. Məsələn, X burada daha balacadır. Y isə daha böyükdür. Başa düşdük? Ona görə məsələn, X burada deyir böyük ölçüdür, yanlışdır. Ya da X katoda doğru gedir, yanlışdır. X hara gedir? Anoda doğru gedir.
Y kiçik ölçüyə malikdir, yanlışdır. Y arxadadırsa böyük ölçüyə malikdir. Çünki nə qədər ağırdısa, o qədər gec gedir. X özündən başqa 5 müxtəlif ölçülü DNT ilə bir yerdədir. Məsələn, burada nə görürük? Burada biri, burada biri, burada da biri. 3 dənə görürük, düzdür? Bundan eyni xəttdə 3 dənə. Gördünüz şagirdlər 3 dənə DNT. Yəni 5-də deyil, orada cavab 3-dür. Burada düzgün variant C variantıdır. Niyə? Çünki burada horizontal yolla verilibdir. e, Elektroforez. Elektroforez DNT-yə horizontal yolla olunsa da zülallara vertikal yolla olunur. Çünki zülalın müsbət yüklüsü də var, mənfi yüklüsü də var. Ona görə bu DNT-də kimi ancaq müsbətdən mənfiyə, mənfidən müsbətə olmur. Orada daha fərqli bir sistem var. Ona görə də cavabımız burada C bəndi olacaqdır, düzgün cavab. Yenə deyirəm, zülalın müsbəti də var, mənfisi də var deyə onu vertikal yolla eləmək lazımdır elektroforezin. 19-cu sual. Sitokin stres siqnallarında iştirak edən bitki hormonudur və bitkilərin gecə-gündüz dəyişməsinə verdiyi reaksiya təsir göstərə bilər. Arabidopsis bitkisi 12 gün ərzində gündə 8 saat işıq, 16 saat qaranlıqda qalıbdı. Daha sonra bitkilər bir dövr ərzində 4 fərqli işıq-qaranlıq rejiminə məruz qoyulubdur. Bundan sonra yarpaqlarda yaranan hüceyrə ölümü sahələri ölçülmüşdür. Deməli, şagirdlər, burada nə baş verir? Burada gördüyünüz birinci gündə bizim Arabidopsis bitkilərini 24 saat ərzində 8 saat işıqda, 16 saat qaranlıqda saxlayıblar. Və bu bitkiləri bioloji ritmlərini qaranlığa öyrədiblər. Bilirsiniz, bitkinin bioloji ritmi olur. Və daha sonra bu bitkilərə müəyyən bir təcrübə eləyiblər. Birinci qrupu tutaq ki, eləyiblər 6 saat günəş, məsəl üçün. 12 saat qaranlıq, sonra yenə 6 saat günəş və yaxud da ki 12 saat günəş, 4 saat qaranlıq, məsəl üçün cəmləyəndə 18 eləyir. Burada da məsəl üçün deyək 8 saat günəş yenə. Bu şəkildə təcrübələr eləyiblər də göründüyü kimi. Və sitokin geni olan və sitokin geni olmayan nokaut nədir? Sitokin reseptoru işləmir. Olmayanlar da təcrübə eləyib. Və görürsünüz ki, sitokin burada işi nəymiş əslində? Bu ritmi tənzimləmək. Çünki sitokin olmayanda bitki yeni rejimlərə öyrəşə bilmədi. 3 və 4-də öyrəşə bilmədi. Gördünüz, 3 və 4-də ölümlər artdı. Sitokin olanda daha az idi ölüm. Çünki sitokin demək ki, bioloji ritmin dəyişilməsində rolu var. Bir də deyək ki, bu təcrübədə sitokin reseptoru olmayan bitkilərdə uzun müddət işığa məruz qalmaq hüceyrəni öldürdü. Şahirdlər, burada hüceyrənin ölümünün əsas səbəbi işığa məruz qalmaq yox, ritmin dəyişməsidir. Burada ritm dəyişdi və bu bitkilər bu ritm dəyişikliyinə uyğunlaşa bilmədi bioloji ritmə. Nəyə bənzəyir? Məsəl üçün, siz hər gün saat 8-də durub dərsə gedirsiniz. Mən də durub deyirəm ki, məsələn, bundan sonra gecə 2-də durub dərsə gedəcəksiniz. Məsələn, çətinlik çəkərsiniz, düzdürmü gecə 2-də durmaqda. Amma sizdə melatonin hormonu var. Melatonin hormonu bioloji ritmi tənzimləyəcək və yavaş-yavaş öyrəşəcəksiniz hər gün eyni vaxtda dura-dura. Bitkilərdə də eyni işi sitokin görür. Amma sitokin işləməyəndə bitki stresə düşür və o məhv olub gedir. Buna görə də burada işığa məruz qalma yox, bioloji ritmin dəyişilməsində problem var. Ona görə bir variantı yanlışdır. 2-də deyir ki, yanlışdır, götürürük. 12 saat işıq və 12 saat qaranlıq şəraiti sitokin reseptoru olmayan bitkilərdə hüceyrələrin yüksək faizinin ölməsinə səbəb olacaqdır. Bu variantımızda şagirdlər yanlış variantdır. Çünki 12 saat işıq, 12 saat qaranlığa baxanda ikinci təcrübədə və ya birinci təcrübədə. Burada nə görürük? 12 saat işıq və 12 saat qaranlıq olanda bitki ölmür. Çünki bu qaranlıq bu işığın arasında da ola bilər, düzdür? Burada görürük ölmədi məsələn. Aydın oldu. Ölüm çox baş vermədi. Buna görə bu variantımız yanlışdır. Davam edək. Sitokin yarpaqlarda stresi artırır, yanlışdır. Əksinə sitokin stresi azaldır və bitkini məhv etməyə, məhv olmağa qoymur. Ona görə burada 1, 2, 3 yanlış variantdır. Cavabımız olacaq nə? C bəndi. Burada bir dənə 4 doğrudur şagirdlər. Sirkadiyen ritmi, yəni sutkalıq ritmlə əlaqəli olan genləri tənzimləyir. Bu variantımız doğru olacaqdır. Qalan variantlar yanlışdır. 1, 2, 3 burada cavabımız C bəndi. Və nəhayət gəldik 20-ci sual. Yorucu bir finalın son sualı şagirdlər. Burada nə prosesi göstərilibdir? Burada da şəkərin daşınması prosesi göstərilibdir. Burada şagirdlər X ilə şəkərin daşınması, Y ilə isə suyun daşınması göstərilibdir. Burada yaşılla göstərilən hüceyrə, bax, məsəl üçün bu hüceyrə nədir? Fotosintez edən mezofil hüceyrə. Buradan sintez olunan saxaroza köməkçi hüceyrələr vasitəsilə floema keçir şagirdlər. Floema keçəndə burada qatılıq artmağa başlayır. Və bilirsiniz, osmoz qanununa görə su şəkərin qatılığı çox olan yerə getməlidir.
və su bu istiqamətdə hərəkət edir. Su bura gələndə axın vasitəsilə bunu aşağı göndərir və buradan şəkərlər keçir, tutaq ki, meyvə kökləri və yaxud da ki, depo qidalarına, depo şəklində keçir başqa hüceyrələrə. Yəni ki, bizim şəkərin daşınmasında ksilemdən gələn su da iştirak edir. Buradakı şəkər azalanda daha sonra su bura gedir və yenidən yuxarı doğru daşınır. Şagirdlər, burada doğru variantı istəyir. Doğru variant burada olacaq C bəndi. X-lə verilibdir şirənin kütlə formasında axını, Y-lə də verilibdir transpirasiya ilə suyun buxarlanması. Bilirsiniz ki, şagirdlər, su molekulları arasında koheziya dediyimiz əlaqələr var. Su molekulları bir-birinə hidrogen rabitə ilə bağlanır. Bunu dərsimizdə demişdik. Və yuxarıdakı su molekulu transpirasiya ilə buxarlananda aşağıdakını da dartır. Burada da o prosesi görürük Y-də. Yuxarıdakı su molekulu aşağıdakı molekulu dartır. Və nəticədə burada cavab C-dir. X-lə verilib şirənin kütlə axını, Y-lə verilib transpirasiya. Yəni suyun buxarlanması. Digər variantlar niyə olmaz? A-da şagirdlər, axın istiqaməti səhv verilibdir. S-dən başlayıbdır. S-dən başlamaq yanlışdır. S-i R-dən böyük verib. Yəni bu artıq yanlışlıq yaradır burada. Tam potensiallarda problem yaradır. Saxarozanın hüceyrələr arasındakı keçidi hər zaman aktiv nəqillə olduğu halda su 1 ilə işarələnmiş hissədə osmoz 2 ilə aktiv gedir. Aktiv getmir şagirdlər. Suyun aktiv daşınması deyə bir şey yoxdur. Su ancaq pasiv gedə bilər. C-ni dedik doğru variantdır. Saxaroza xloroplastda sintez olunduqdan sonra eyni hüceyrəni vakuol şirəsi də toplanır. Şagirdlər, bu da yanlışdır. Eyni hüceyrənin vakuolunda toplanmır. Buradan bura niyə gətirdik bəs bunu? Gəlib burada başqa hüceyrədə toplansın deyə. Yəni yarpaq hüceyrələrində ehtiyat qida maddəsi toplanırmı? Yox. Fotosintez gedir və gedib gövdədə və yaxud da kökdə toplanır. Y variantı yanlışdır, çünki deyir ki, floema hər zaman X istiqamətində, ksilem axını isə Y istiqamətində olur. Şagirdlər, bu da yanlışdır. Çünki iki istiqamətli axın deyirik biz. Üzü maddə daşınan zaman biz iki istiqamətli axın görürük. Məsələn, floemanın daşınmasında yuxarı doğru bir axın da ola bilər, aşağı doğru bir axın da. Ona görə Y variantı da yanlışdır. Yaxşı, şagirdlər, sınaq izahını bitirdik. Ümid edirəm, sınaq izahı xoşunuza gəldi. Mümkün qədər e, tez bir şəkildə sizə izahı və cavabları çatdırmağa çalışırıq. İmtahan səviyyəsi düşünürəm ki, çətin idi. Sizin belə deyək, məktəb kitablarında olmayan məlumatlar var idi, amma olimpiyada zaten belə bir fəndir. Suallar keyfiyyətli idi, həqiqətən maraqlı suallar var idi. Yenə deyirəm, keçid balı ilə bağlı dəqiq bir şey demək mümkün deyil. Onu inşallah ballar çıxanda görəcəyik. Burada olan mövzuların çoxunu biz öz dərslərimizdə izah etmişik. Nurlan müəllimin dərslərində izah olunub bütün mövzular. Əgər həmin dərslərə qoşulub olimpiyada biliklərinizi inkişaf etdirmək istəyirsinizsə, açıqlamadakı nömrə ilə əlaqə saxlaya bilərsiniz. Bütün şagirdlərimizə uğurlar. İnşallah final turuna keçmək nəsib olsun yaxşı nəticə göstərən şagirdlərimizə. Sağ olun şagirdlər, salamat.